Herkese salam dostlar, Darkness'in kanalındasınız. Bugün sizlerle birlikte The Baby in Yellow adlı oyunu oynuyoruz. Hiç oynamamıştım. İlk defa da indi oynuyorum. Görək başımıza ne işler gelecek. İndi deyəsən biz baxıcıyıq və indi uşağın valideyni ilə danışırıq. Deyir sadəcə 3 gecəlik bir işdir, yəni ona deyir yeməyini verib yatırsan bəs eləyər. 10 nömrəli evdir. Açar da deyir gül qabının altındadır. Nömrəsi yazılmayıb bax indi hardadır görən 10 nömrəli ev. Yəqin ki bu gül qabı olan evdir. Altında açar varmı? Hə, altında açar var. 100% bu evdir. Hə. Deyir dədəsini oxşamış buradadır. Cəmaatın gül qapısını da bayaq aşırtdıq, onu düzəldək. Orada da gül qabı. Nəysə, boş verin. Bala, sən pətənəksən. Sarı paltar zaten əlcək, cora. Biraz jivoy ol, hə. Niye hele oldu ki? Hələ sizinlə bir tanış olum. Bura deyəsən tualetdir. Hə, şahın altında burada dəyişirəm. Ha, şahı bura qoyuram, altını dəyişirəm, okey. Bura deyəsən mətbəxləridir. Aha. Qapağı açıq qalıb, örtək. Mətbəxdir, yaxşıdır mətbəx. Əla. İndi mən sənə yemək verməliyəm, eləmi? Sən gəl. Sənə bir yemək verim. Uşağı bayaq biraz zorbaladım deyə uşaq şokdadır, hələ şokdan çıxa bilmir. Yekələndə yadından çıxacaq, narahat olma. İndi sənə bir yemək verim. Al bunu yeyəsən. Gəl bura. Ay zibil, neynədin sən? Ayda. İndi məcbur sənin altını dəyişməliyəm, mən. Burada eləmək olmaz. Gəl. Hə. Olmadı. Ağlıma bir fikir geldi. Ayda götürəmirəm. Neyse gələn səfər eləyəcəm. Narahat olma günəm. İndi sən altını dəyişim mən. Hardasan? Hara getdi bu? İnza bura qoymadım səni. Ona baca. Bəlkə görmə. Bəlkə görməsən. Hara getsin hə? Özün yeriyə bilirdin, dəyiş də özün altını. Mən niyə əziyyət verirsən? Ayda. Otur burada. Gözlə, indi sənə cəza verəcəm. Bunu bura qoyum. Olmadı. Hə. Oy, Görə qədər pissən ki, tualet də səni götürmək istəmir, geri qaytardı. Ağlama da yaxşı da. Otur burada. Mamanın cehizlərini qıraq biraz. Gör nə qəşəngdir. Ay baba. Gördün? Ay zibil gülmür. Allah başına yumurta atarım. Yaxşı. Ağlıma fikir gəldi. Biraz əylənmək istəyirsən? Ay vay. Ay da uşağın qol qalı çöldə. Ay zibil. Oy. Bak güldü, bak hoşuna gəldi bak. Gəl gedə yataq, gəl. Gəl gedə yatırızdırım səni. Gəl. Elə durma da, indi dur ayağa. Elə yatma. İndi oyuncaqlarını sənin böyrünə qoymuyor. Bu nədir? Şahmat şey.
Şah. Şahmatda şah. Ala. Sonra başqa. Ha, kubikim var. Bunu da la. Bunu da qoy bölünə. Gözlə görüm, başqa oyuncağın var sənin. Başqa oyuncağın. Aa, burada şeylər var, kuklalar var. Al bunu da qoyun bölünə. Şunu da qoyacağım bölünə. Al bunu da la. Bunu da al. Aha. İndi səhə bunu oxumalıyam mən. Al bu ördəyi də yanına qoyum. Aha. İndi qulaq as sakitcə. Oxuyuram. Nədir? Prens və şey. Deyir, uzaq diyarlarda təpəsində qaranlıq ulduzlarla. Deyir, prenses dərin yuxudaydı. Bir pişik yatağına hoppanana qədər. Gizli bir bağça tapdım, dedi pişik böyük bir zövqlə. Həyəcanla çölə qaçdılar. Deyir, gecədən başladılar o bağı axtarmağa. Ayda bir səhvə keçdim. Nəysə. Deyir, amma prens bağçanı xoşlamadı və ağacları təpikləməyə başladı. Çiçəkləri sökdü, çitləri tutdu və bütün yarpaqları söktü. Zövq üçün hər şeyi məhv elədi. Pişik isə qorxu ilə izlədi. Nə böyük xəta elədim deyə bağırdı pişik. Onu heç vaxt bura gətirməməliydim, dedi. Bu nə hekayələrdir, oxuyur bu. Psixologiyanı ona görə pozulub sən. Nəysə, səhər şirin yuxular. Deyir, çıx və qapını bağla. Yaxşı. Səhər şirin yuxular, mən getdim. İndi televizora baxmalıyam. Aa, toster reklamıdır bu. Gözüm yumulur, açılır. Yumulur. Aha, yatdım deyəsən. Ay zibil, uşaq ağladı. İndi deyəsən gedib onu sakitləşdirməliyəm, hə? Hə, deyir, ged uşağı sakitləşdir. O, nəsə qapı səs gəldi axı. Nəysə, gedək görək. Aa, uşaq hanı? Aa, buradaymış. Bax, sən mən niyə qoymursan dincəlim, hə? İndi sənə cəza vereyim. Gəl gedək, sənə bir cəza verəcəm. Yox, bura tualetdir, gözlə. Gəl. Yəni, bunu eləməliydim. Oo. Gülür elə. Gəl gedək yat. Dədəsinə oxşamış. Gözlərinə bax, meymunun axırıncı balasına oxşayır. İkinci gecəyə keçdi, yəni ikinci günümüzdür bu. Uşaq neynir? Aa, televizora baxır. Nəyə baxsın sən orada? O baxım, nəyə baxır bu? Çox qorxmuş balaca dovşanın macəraları. Pətənəksən bala, bu nə cizgi filmdir baxırsan sən? Biraz jivoy ol, hə? Başqa kanal da yoxdur televizorunuzda. Nəysə. Sən burada otur. Otur sən burada, ay sol. Televizora bax, mən sənə yemək gətirirəm. Sədə ver. O, nə oldu? Qapı niyə öz-özünü örtüldü? Süd hanı? What the heck? Qapı qoyub bu. Aa, deyə orada. Süd yoxa çıxmış, deyə sən elədin onu. Ay zibil, yenə altına s**sən. Bu səfər sənin oyun tazının içine atmalıyam, yəni başqa yolu yoxdur. Dur burada. Ayda, biraz içine qoymalıyam. Dur, aha, getdin ki sən. Hop. Gör o qədər pissən ki. Unitaz da səni götürmək istəmir. Otur burada. Dur burada. Ay zibi, gərək indi səni ora qoyam mən. Gəl bura. Aha. Alt paltarın canlandı. Gözəl insan. Ne eləyirsən? Niyə mənə əzizə salırsan? Ay zibil. Getdi mətbəxə girdi.
Gəl burada. Aydo. Qaçır hələ də məni niyə? Bura gəl. Oha da alt paltarı divara dəydi, divar çartladı. Nə deyir? Təcili vəziyyətlərdə şüşəni qırın. Necə təcili vəziyyət ola bilər ki? Nəysə, bunun alt paltarını vereyim mən. Gəl bura, geyin bunu. Hə. İndi gedəsən. O yüzü bil, nə oldu? Ola, nə edirsən sən? Necə spawnlandın ora? Nəysə. Gəl gedəsən yat. Mən də bir dincəlim. Hə, indi sənə bir hekayə danışmıyorum. İndi prens və dovşan. Əvvəlki prens və pişik idi. Deyir dovşan zirayətə gələndə prens oyun zamanı dedi. Amma böyük qırmızı gözləri onu qorxutdu və qalmaq istəmədi. Tezcə çıxışa doğru qaçdı, getdi. Prens həmən arxasından qoşdu və onu dayandırın deyə çığırdı. Qaranlıq Oy Zibil, nə edirsən sən? Yəni əgər oxumağımı istəmirsənsə dayan oxumayım, yəni burada nə var ki? Amma böyrdə yazı ki oxumağa davam edirəm, ona görə oxuyacağam. Deyir qaranlıq koridorlarda onu qovaladı. Hop hop hop. Amansız boş bir qaçış. Hop hop hop. Sarayın içində dönə-dönə bir görünüb, bir qeyb oldu. Hop hop hop. Bu nə şeirdir? Elza Seyidcahanın şeirlərini oxşuyur. Nəysə keçək o biri səhifəyə. Deyir prens onu tuta bilmədi. Ürəyi nifrətlə doldu. Dovşan qapıdan çölə çıxdı və yolda gözdən qeyb oldu. Prens çığırdı. Yeni dostlara ehtiyacın var, daha çox, indi, başqa. Mən gətirəcəyəm sənə, narahat olma sən, dedi sevgi dolu, şəfqətli anası. Bu nə əsərlərdir dostum? Yəni, bu əsərləri oxuyuram deyə sənin də psixologiyan pozulur yəni. Amma neyiniyim, buna məcburam yəni, oyun məndən bunu istəyir. Ona görə də üzürlü say, sənin psixologiyan pozduğum üçün. Nəysə, gedək 3-cü günə başlayaq. 3-cü günə başladıq. İndi uşaq hardadır? Oo, nə oldu? Çöldə babat fırtına var deyəsən, işıqlar zat keçib yanır. Ay Zibil, uşaq hanı? Yuxarıdadır. Buradaymış ki. Nə deyir? Çıx və qapını bağla. Bəs buna yemək verməyəcəyik biz? Niyə çıxıb qapını bağlayıram ki? Gəl sənə yemək verək də. Yaxşı. Deyir ki, sıcaq bir tostdan edərsin. Toster almışdıq biz də. Hə, özümüzə yemək bişiririk indi. Əladır ki. Bir dənə çörək. İndi çörək bağlayaq, ağzını bağla. Qəşəng. Ay Zibil! Ayda nə oldu?